Salam, hörmətli tamaşaçılar. Xəzər xəbərin bugünə olan ilk buraxılışı ilə qarşınızdayıq. Studiyada Arzu Xəlilovadır. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam rayonunun Sarıcalı kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. Dövlət başçısı və birinci xanım burada görülmüş işlərlə tanış olub, yerli icra strukturları üçün inşa olunmuş çoxfunksiyalı inzibati binanın açılışını ediblər. Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Sarıcalıda inşa olunmuş fərdi evlərdə yaradılan şəraitə baxıb, Körpələr evi, uşaq bağçası və tam orta məktəb binasının açılışlarında iştirak ediblər. Yeni mənzillərə köçən sakinlərlə görüşüb və onlara evlərinin açarlarını təqdim ediblər. Davam edirik. Son 6 ildə 900 minədək pensiya, müavinət və təqaüd proaktiv qaydada təyin edilib. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, 2019-cu ilin əvvəlindən bu ilin martın 1-nədək həmin sosial təminat növləri üzrə 900 minədək təyinat e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib. Nəticədə vətəndaşların hüquqları yarandığı halda müraciətlərinə və sənəd təqdim etmələrinə ehtiyac qalmadan həmin sosial ödənişlər onlara proaktiv qaydada təyin edilib. Xatırladaq ki, Nazirlik 2019-cu ilin əvvəlindən pensiya, müavinət və təqaüd təyinatlarını elektronlaşdırıb. Dünya bazarlarında Azəri-Light markalı Azərbaycan nefti bahalaşıb. Azərbaycan neftinin bir barelə olan qiyməti 1,29 dollar və ya 1,72% artaraq 76,29 dollara çatıb. Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 75 dollar təşkil edib. Xəzər xəbəri izləyirsiniz. Ermənistanın hər üç keçmiş prezidenti hazırki vəziyyətə görə indiki hökuməti günahlandırmağa çalışırlar, lakin hakimiyyət biz gəlməmişdən əvvəl uğursuzluğa düçar olub. Bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyan çıxışı zamanı deyib. Onun sözlərinə görə keçmiş prezidentlər Ermənistanın baş naziri ilə teledebatlarda iştirakdan imtina ediblər. 2020-ci ildən biz hakimiyyətə gələndə qaçılmaz olan vəziyyətə görə bizi günahlandırmağa çalışırlar. Lakin onların hər üçü teledebatlarda iştirakdan imtina edirlər. Onlar deyirlər ki, mənimlə müzakirə edəcəkləri heç nə yoxdur. Sonra övladlarını, nəvələrini, nəticələrini, qaynanalarını, gəlinlərini, baldızlarını mətbuat konfransına göndərirlər. Mübahisə edəcək bir şeyin yoxdursa, susun. Hazırsızsa, gəlin danışaq. Əsəblərimizlə oynamağa dayanın, deyə Paşinyan bildirib. Türkiyədə isə Bursanın Uludağ bölgəsində yerləşən oteldə güclü yanğın olub. Bu barədə Bursa Böyükşəhər Bələdiyyəsinin başçısı Mustafa Bozbey məlumat verib. Onun sözlərinə görə faciə nəticəsində 2 nəfər həlak olub, 4 nəfər isə xilas edilib. Qeyd olunub ki, yanan otelin turizm fəaliyyəti göstərməyə dair sənədi olmayıb. Xatırladaq ki, bir müddət öncə Türkiyənin Bolu vilayətindəki Kartalkaya Xizək kurortundakı oteldə də yanğın baş vermişdi. Yanğında ümumilikdə 78 nəfər həlak olmuşdu. Ukrayna prezidenti Volodimir Zelenski Kiyevin atəşkəsə razılıq verdiyini, lakin Rusiyanın müharibəni dayandırmaq niyyətində olmadığını sübut etmək istədiyini bildirib. Onun sözlərinə görə bəzi yaxın şərq ölkələri iddia edirdi ki, Putin qeyd-şərtsiz atəşkəsə hazırdır, amma Ukrayna buna qarşı çıxır. Zelenski isə Moskvanın real mövqeyini üzə çıxarmaq üçün bu addımı atdıqlarını deyib. Biz atəşkəsə razılaşdıq və indi hər kəs görəcək ki, Putin buna hazır deyil, deyə Zelenski vurğulayıb. Amerika Birləşmiş Ştatları prezidenti Donald Trump Avropa İttifaqı və Kanadanı daha çox tariflər tətbiq etməklə hədələyib. Bu barədə Donald Trump Truth Social platformasındakı paylaşımında bildirib. Əgər Avropa İttifaqı
Deməli, Amerika Birləşmiş Ştatlarına iqtisadi zərər vermək məqsədi ilə Kanada ilə birgə işləyirsə, hazırda planlaşdırılandan daha çox böyük miqyaslı tariflər Avropa İttifaqı və Kanadaya tətbiq ediləcək, deyə Donald Trump bildirib. Həmas girovları qaytarmasa, İsrail ordusu Qəzzanı ələ keçirəcək. Bunu İsrailin baş naziri Benyamin Netanyahu bildirib. Baş nazir bildirib ki, İsrailli girovlar geri verilməsə, Həmasa qarşı təzyiqlər güclənəcək. Qeyd edək ki, daha əvvəl İsrail ordusu Qəzzada yenidən quru əməliyyatlara başladığını açıqlamışdı. İsrailin müdafiə naziri İsrail Katz isə Qəzza sakinlərinə çağırış edib. Belə ki, o bildirib ki, İsrail ordusu qısa vaxtda Qəzzada əməliyyatları genişləndirəcək və sizdən təhlükəsizliyiniz üçün döyüş bölgələrini boşaltmağınızı tələb olunacaq. Planlar artıq hazırlanıb və təsdiqlənib. Bu arada Fələstinin Həmas hərəkatının mətbuat katibi Əbdüllətif Əl-Qanua İsrail zərbəsi nəticəsində Qəzza zolağının şimalında ölüb. Bu barədə Qətərin Al Jazeera televiziya kanalı məlumat yayıb. Cənubi Koreyada meşə yanğınlarında ölənlərin sayı açıqlanıb, belə ki, bu rəqəm 26-ya yüksəlib. Bu barədə isə Yonhap agentliyi hakimiyyət orqanlarına istinadən məlumat yayıb. Bildirilib ki, yanğın nəticəsində 30 nəfər xəsarət alıb, 37 minə yaxın insan isə evlərini tərk etmək məcburiyyətində qalıb. Məlumata görə 325 obyekt, o cümlədən 117 yaşayış evi yanğından zərər görüb. Ölkənin cənub-şərqində meşə yanğınları martın 21-də başlayıb. Hökumət 3 bölgədə, yəni Ulsan şəhəri, Kyosan Pukto və Kyosan Namdo əyalətlərində fəlakət rejimi elan edib. Və hörmətli tamaşaçılar, sabaha gözlənilən hava şəraiti də açıqlanıb. Belə ki, Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər yarımadanın bəzi yerlərində duman, az çiskin olacaq. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturuna gəlincə isə gecə 5-8 dərəcə isti, gündüz 13-17 dərəcə isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunundan 762 mm civə sütunundan enəcək. Nisbi rütubət gecə 70-80%, gündüz isə 60-65% olacaq. Azərbaycanın rayonlarında da hava şəraiti əsasən yağmursuz olacaq, lakin gündüz bəzi dağlıq ərazilərdə qısa müddətli az yağıntılı olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman da olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 4-8 dərəcə isti, gündüz 17-21 dərəcə isti. Dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyə də isti, gündüz isə 8-13 dərəcə isti olacaq. Saat əsas xəbərlərini təqdim edir, hörmətli tamaşaçılar. Saat 18-də isə yenidən görüşəcəyik.